يستوي الذين يعلمون والذين لا يعلمون إنما يتذكر أولو الألباب. الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا محمد وعلى آله وأصحابه أجمعين أما بعد. Selamu aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah. Necə bilirsiniz qardaşlar, biz artıq Zilhiccə ayı gəlir, Zilhiccə ayı. Elhamdülillah bu ay haram aylardandır və Zilhiccə ayının xüsusiyyətləri var. Əsasən də əvvəl 10 günü. 10 günü ən əfsəl günlərdir. Hətta alimlər ixtilaf ediblər ki, hansı əfsəldir, hansı onluq əfsəldir. Zilhiccə ayının əvvəl 10 günü yoxsa Ramazanın axır 10 gecəsi. Rəylər var. Lakin Şeyxülislam rahimehullah İbn Teymiyyə qeyd edir ki, Ramazanın axır 10 gecəsi ən əfsəl gecələrdir. Zilhiccənin əvvəl 10 günü ən əfsəl günlərdir. Bu gözəl cəmdir. Və xüsusiyyətlərindən Allah Subhanahu taala and içib bu günlərə, bu 10 günə. Allah Subhanahu taala buyurur ki: "Vel fecr ve leyalin aşr." Fəcr surəsində. Yəni təfsirçilərin çoxusu deyir ki, bu leyalin aşr 10 gecə məhz Zilhiccənin əvvəl 10 günüdür. Necə İbn Kəsir buyurur, təfsirçilərin cümhur, çoxusu. Allah and içib. Həmçinin bu 10 gündə edilən əməl Allaha ən sevimli əməldir. Peyğəmbər necə sallallahu əleyhi və səlləm necə Buxaridə gəlir? İbn Abbas radiyallahu anhumadan deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bu 10 gündə edilən əməl Allaha ən sevimli əməldir. Bir dənə şəxsdən başqa, bir şəxsin əməlindən başqa. O şəxsin əməlindən başqa ki, gedə cihada, malınla, canına və qayıtmayın, yəni şəhid ola. Ona görə bu 10 gündə nə edəcəksən? Dua, zikir, sədəqə, namaz, oruc, həc, ümrə, hamısı Allah'a ən sevimli əməldir. Başqa günlərdə müqayisə eləyəndə. Onu göstərir günlərin əzəmətliyin. Həmçinin bu 10 gündə Ərəfə günü var. Ərəfə günü Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, Ərəfə gününün orucu bir il keçmiş və bir il gələcək günahları yuyur aparır. Kiçik günahları, aydındır. Kiçik günahları. Və hansı əməl olursa olsun bu 10 gündə, salih əməllər, kim neynəcək? Elhamdülillah, savabı Allah'a ən sevimli əməl olacaq onun üçün. Ona görə qardaşlar sual verirlər ki, oruç tutmaq olar? Tutmaq olar. Oruç da əməllərdəndir. Ən əfsəl əməllərdən. Kim istəyir 9 günün tutsun, 10-cu gün olmaz, bayram günü olmaz, bayram günü haramdır oruç tutmaq. İldə 2 gün tutmaq olmaz oruç. Və ya daha doğrusu 5 gün. 5 gün. İkisi isə haramdır. Xüsusən deyə bilərik haramdır. Qurban bayramının günü, bir də Ramazan bayramının günü. Lakin Qurban bayramıyla Ramazan bayramının nədir fərqi? Ramazan bayramı bir gündür. Amma Qurban bayramı bayramdan əlavə 3 gündə davam edir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, yiyib içmək günüdür. O günlər də tutulmur oruc. Və necə görürsünüz qardaşlar, gözəl bir aydır, həm haram aydır, haram aylardandır. Və ən xüsusiyyətlərindən də demək olar ki, ən böyük əlamətlərindən həc var bu ayda. Həc var. Ona görə
İmkanı olan həccə getsin, imkanı olan qurban kəssin, imkanı olan sədəqə versin, imkanı olan oruç tutsun, imkanı olan Quranı çox oxusun, imkanı olan duanı çox eləsin. Və bu qədər, qardaşlar. Ona görə elə belə günlər deyil, və xüsusən də Arafan orucun yaddan çıxartma, bir gündür. Özü Peyğəmbər sallallahu aleyhi ve sellem gör nə deyir? Allah'a ən sevimli əməldir. Bir dənə o əməl sahibindən başqa. Bu onu göstərir ki, cihadın fəziləti və cihadda şəhid olmağın fəziləti, şəhadətin fəziləti, şəhadətin fəziləti. Və çox danışmaq istəmirəm. Allah subhanət hələ bizə işin faydalardan etsin. Allah bizə o 10 günü müvəffəq eləsin, nəsib eləsin bizi o günləri salih əməllərlə keçirək. Elə bu qədər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.